sabah eləyərəm. Sabah açılır, eyni şey. Köhnə tamam köhnə daz. Sabah da getdi. O qədər günün bitməsinə öyrəşmişik ki, biz elə bilirik ki, belə də olmalıdır. Belə olmalı deyil. Ömürdən gedir. Bu günü bir də qaytara bilməyəcəksən. 2025-ci il noyabrın 29-da bir də qayıda bilməyəcəksən. Noyabrın 30-da bir də qayıda bilməyəcəksən. Bir də bu saata qayıda bilməyəcəksən. Bugünkü səni dəyişdirmək ancaq sənin işindir. Anidən seyirli çubuq sənə dəyməyəcək ki, dur ayıl, həyatın əla oldu, xeyr. Səndən ibarətdir hər şey. Sən nə qədərsənsə, sənin dünyan o qədərdir. Sən də gözəl şeylərə layiqsən. Bu həyatı izləməyə gəlmişik deyən nə qədər rəylər oxuyuram. Yox, əslən, hətta açıq deyəm, mən açıq deyə bilməyəcəm, çox təəssüf. Söyüşlə hətta deyənlər var ki, mən buyam, mən ya baxmağa gəlmişəm. Hətta bir də ifadə var, mən temadan zakaz ediblər vəsə. Özümüzə niyə belə davranırıq? Yəni sən də bir varlıqsan. Sənin qibdə etdiyin, baxdığın insanlar da, onlar da insandır, onlar da nə vaxtsa sənin kimi düşüncə proseslərindən keçərkən olduğun yerdə olublar, olduğun düşüncələrdə olublar, olduğun görünüşdə olublar, olduğun həyat stilində olublar, amma bugün fərqli yerdədirlər. Çünki addım atıblar. İstəklərini reallaşdırmaq üçün çalışıblar.